Rus ordusu Ukraynaya şiddətli hücuma keçdi. NATO ölkəsi qırıcılarını havaya qaldırdı. Polşa Rusiyanın hərəkətlərinə görə aviasiyasını havaya qaldırıb. Report xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin əməliyyat komandanlığı sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, Rusiya qoşunları Qərbi Ukrayna ərazisindəki obyektlərə zərbələr endirir. Bununla əlaqədar olaraq Varşava NATO üzrə müttəfiqləri ilə birlikdə qırıcı təyyarələri havalandırıb. Bundan başqa, yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Polşa Silahlı Qüvvələri Komandanlığı qeyd edib ki, görülən tədbirlər təhlükəli ərazilərə bitişik olan yerlərdə təhlükəsizliyin təmin edilməsinə yönəlib. Hazırda iqtidar vəziyyəti izləməyə davam edir. Məlumatda vəziyyətin nəzarət altında olduğu vurğulanıb.